Kredit borclarının silinməsi məsələsi bir çox vətəndaşı maraqlandırır. Bəzən insanlar düşünür ki, müəyyən müddətdən sonra və ya bankın fəaliyyəti dayananda borc avtomatik olaraq silinir. Maraqlıdır, kredit borcları hansı hallarda silinə bilər? Mövzu ilə bağlı Konkret.az açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, borcun silinməsi iki əsas halda mümkündür. Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək. Bir qayda olaraq, borc o halda silinir ki, ya müştəri pulu tam şəkildə ödəyir, ya da bank ona rəsmi güzəşt edir. Yəni, tərəflər arasında müəyyən razılaşma, saziş əldə edilir. Məsələn, müştərinin 10.000 manat borcu varsa, bank razılaşma əsasında deyə bilər ki, 9.000 manatını ödə, qalan 1000 manatı isə silinir. Ekspert əlavə edib. Əkrəm Həsənovun sözlərinə görə, bunun xaricində borcun silinməsi mümkün deyil. Digər heç bir halda borc silinmir, sistemdə daima qalır. Bank rəsmi şəkildə borcu bağlayanda isə bu, sistemdə həmin tarixdən etibarən bağlanıb kimi görünür. Əgər silinməyibsə, məlumat orada qalmaqda davam edir.